Bu ilin ilk 9 ayının yekununa olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 22 bankda yerləşdirilən cəmi depozitlərin həcmi 36 milyard 552,2 milyon manat olub. Yenavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların depozit portfeli 493,3 milyon manat və ya 1,4% artıb. Qeyd edək ki, banklar arasında ən yüksək depozit portfeli Kapital Bank ASC-yə məxsus olub. Bu ilin ilk 3 rübünün yekununda Kapital Banka yerləşdirilən depozitlərin həcmi 8 milyard 670,9 milyon manat olub. Qeyd edək ki, son bir ildə Kapital Bankda depozitlərin həcmi 9,2% və ya 733,2 milyon manat artıb. Ötən ilin ilk 3 rübündə ən böyük depozit portfelinə sahib olan Azərbaycan Beynəlxalq Bankındakı depozitlər son bir ildə 10,7% və ya 1 milyard 38,2 milyon manat azalaraq 8 milyard 627 milyon manata düşüb. Cədvəldə bankların son 2 ilin ilk 3 rübündəki depozit portfeli əks olunub.